Salam əzizləyicilər, bugünkü avtomobilimiz 2013-cü il Volkswagen Jettasıdır. Deməli, belə bir problem var ki, arxa kamera işləmir. Arxaya qoymuşuq, amma işləmir. İndi xəta kodlarına baxaq, görək nə göstərir. Əzizləyicilər, qoşmuşuq kompüteri. Burada rear view kamera no signal. İndi baxaq görək o kamera niyə işləmir? Özündən problem var, yoxsa xəttindəmi? Əzizləyicilər, Dorxan usta xəttlərini yoxlayır. Plusu gəlir. İndi gövdə ayağını yoxlayacaq, massasını. Gövdə ayağında problem var. İndi araşdıraq görək hardan qırılıbdır, sizə də göstərəcək. Sizlər buradan xəttimiz qırıq idi. Orxan usta bunu qəşəng kembriklə izolyasiya elədi. Üstündən də parça izolent vuracaq. Ondan sonra da göstərəcəm kameranın işləməsini. Əzizləyicilər, indi kameranı qoşacaq. Bax, görək işlədimi yoxsa yox. Bəli. Gördüyümüz kimi kamera işlədi. Yəni avtomobildə kamera ilə bağlı problem massa ayağının, gövdə ayağının qırılması idi. Diqqətiniz üçün təşəkkürlər.